Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün biz növbəti sınaq imtahanı deməli keçirdik və onun izah videosunu sizə təqdim edirəm. Birinci sualda bildirilir ki, xəritə sxemdə göstərilmiş ərazilərin iqliminə daha çox təsir göstərən küləkləri müvafiq olaraq müəyyən edin. Ərazilərin yerləşməsinə diqqət etsək görərik ki, 1 nömrəli məntəqə yerləşir Qərbi Avropada və Qərbi Avropaya bilirsiniz ki, cənub-qərb istiqamətindən qərb küləkləri təsir göstərir. İkinci məntəqə isə Amazon hövzəsində, bu isə şimal passat küləklərinin təsiri altında olan ərazidir. Üçüncü isə Sakit okeandan musson küləklərinin təsiri altında olan ərazidir. Deməli, 1-ə qərb küləkləri, 2-yə passat, 3-ə isə musson küləkləri. Doğru cavab Y bəndi olacaq. 2. Arid denudasiyon relyef formalarını müəyyən edin. Arid quraq deməkdir, denudasiya isə parçalanma, yəni deməli quraq iqlim şəraitinə malik parçalanmış, kəskin parçalanmış əraziləri götürəcəyik. Daha doğrusu ərazilərdə yayılmış relyef formalarını seçmək lazımdır. Bu yarğan qobu və bedlentdir. D bəndi doğrudur. Üçüncü sualda Bakı şəhərindən 0 dərəcə azimutla 3330 km məsafədə yerləşən və yerli vaxtı Bakı şəhəri ilə eyni olan məntəqə üçün xarakterik deyil. 0 azimut bildiyimiz kimi şimal istiqamətini bildirir. Əgər biz meridional istiqamətdə şimala və yaxud da cənuba doğru gediriksə, bu zaman məntəqənin coğrafi enliyi dəyişir. Biz bilirik ki, Bakı şəhəri 40 dərəcə şimal enliyində yerləşir. Əgər Bakı şəhərindən 3330 kilometr, yəni bunu 111-ə böləndə düşür 30 dərəcə şimala doğru hərəkət etsək, bu zaman gedib hara çatarıq? Deməli, 40 plus 30 bərabərdir 70 dərəcə şimal enliyinə çatmış olarıq. Həmin məntəqə Bakı şəhəri ilə eyni, deməli, yerli vaxtı Bakı şəhəri ilə eynidir. Yerli vaxtı Bakı şəhəri ilə eyni o deməkdir ki, Bakı şəhərinin coğrafi uzunluğu 50 dərəcə şərq uzunluğudur və deməli yerli vaxtı eyni olanda onda o deməkdir ki, həmin o məntəqənin də, yəni 70 şimal enliyində yerləşən məntəqənin də coğrafi uzunluğu elə 50 şərq uzunluğu olacaq. Bura aid xarakterik olmayan xüsusiyyəti soruşur. A-da deyir, Arktik iqlim qurşağında yerləşir. 70 şimal enliyi təqribən düşür Arktik iqlim qurşağına, ona görə bunu çıxırıq. B-də deyir, yay gün dönümündə qütb gündüzləri müşahidə olunur. 66.5-dən şimalda, bəli, yay gün dönümündə, yəni 22 iyun tarixində qütb gündüzləri müşahidə olunur. C-də deyir ki, şimal və şərq yarımkürəsində yerləşir. Həqiqətən də 70 şimal, 50 şərq, şimal-şərq yarımkürələrini bildirir. D-də deyir ki, şimal qütb dairəsindən cənubda yerləşir. Şimal qütb dairəsi 66.5-dir. Amma verilmiş məntəqənin coğrafi enliyi isə 70 şimal enliyidir. Bax, bu yanlışdır. Deməli, bu yanlışdır. Çünki 66.5-dən cənubda deyil, axı şimaldadır. Burada doğru cavab D bəndidir. Y-yə baxaq. Qrinviç meridianı ilə yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. Həqiqətən də Qrinviç meridianı 0 dərəcə uzunluqdur. Onunla 50 dərəcə şərq uzunluğu arasında 3 saat 20 dəqiqə fərq var. Bunu necə tapırıq? 50-dən 0-ı çıxırıq, elə 50 dərəcə alınır. Onu da biz 15-ə böləndə, deməli, düşür 3 dəfə 45. Burada qalıq 5 qalır. 5-i də 4-ə vuranda yerin 1 dərəcə fırlanması üçün lazım olan müddətə eləyir 3 saat 20 dəqiqə. Və bu da doğru cavab olduğuna görə götürmürük. D bəndi burada sualın doğru cavabıdır. 4-də deyir, Böyük Qafqaz tektonik qalxma zonasına uyğun gələn dağ zirvələri. Demək, Kömürgöy Talışın zirvəsidir. Bu, Kiçik Qafqaza aiddir. Tufandağ düzdür, Böyük Qafqaza aiddir. Bazaryurt da düzdür. Ona görə bütün cavablar düz olmalıdır. Bu da Kömürgöy qanuna uyğunluğu pozdu. Şüşü dağ Naxçıvandadır. Bu Kiçik Qafqaza aiddir. Böyük Kirs Qarabağ silsiləsinin ən hündür zirvəsidir. Bu da Kiçik Qafqaza aiddir. Qızıyurdu isə Talışdadır. Bu da Kiçik Qafqaza aiddir. Ona görə götürmürük. C bəndi Dəli dağ Kiçik Qafqaza aiddir. Qapıcıq Naxçıvanda Zəngəzur silsiləsində Kiçik Qafqaza aiddir. Baba dağı isə Böyük Qafqaza aiddir. Bunu da götürmürük. D. Qızılboğaz vulkandır. Kiçik Qafqazda Qarabağ vulkanik yaylasında yerləşir.
Ona görə aid deyil. Bazardüzü Böyük Qafqaza aiddir. Böyük Kirs də dedik ki, Qarabağ silsiləsinə aiddir və o Kiçik Qafqaza aiddir. Y bəndi Raqdan düzdür. Şahdağ yan silsilənin hündür zirvəsidir. Dübrar da ki, Dübrar silsiləsinin həm də Böyük Qafqaza aiddir. Ona görə doğru cavab Y bəndi olacaq. Bizdən soruşur, uyğunluğu müəyyən edin. Faydalı qazıntılar şərti işarələrlə təsvir olunub və yataqların adı. Əvvəlcə şərti işarələrin nəyi ifadə etdiyinə baxaq. Birinci şərti işarə polimetalı ifadə edir. Yəni polimetal filizini bildirir. İkinci xromiti bildirir. Üçüncü isə aluniti bildirir. Yəni alunit də bilirik ki, alunit. Bu axırıncı artıq oldu. Alunit. Bu da alüminium deməkdir. Demək, yataqların adı zəylik. Zəylik alunitdir. Qoşa yatağı qızıl yatağıdır Gədəbəydə, heç birinə aid deyil. Qaradağ mis yatağıdır, bu da heç birinə aid deyil. Mazımçay polimetaldır Balakəndə. Göydərə isə Kəlbəcərdə xromit yatağıdır. Beləliklə 4-5-1 ardıcıllığı 4-5-1 B variantında verilmişdir. Gəldi 6-ya. Xəritə sxemə əsasən dənizləri müəyyən edin. Gördüyümüz region Şərqi Asiya və Cənub-Şərqi Asiya regionunu bildirir. Və Cənub-Şərqi Asiyada burada Cənubi Çin dənizidir. Cənubi Çin dənizi. 2 isə Şərqi Çin dənizidir. Bu isə Yapon dənizidir. Yapon dənizi. Demək, Cənubi Çin, Şərqi Çin, Yapon, C bəndi doğrudur. 7. 5 ton okean suyundan alınan duzun miqdarı 4 ton Qırmızı dənizin suyundan alınan duzun miqdarı arasında fərqi kiloqramla müəyyən edin. Biz burada deməli okean suyunun və Qırmızı dənizin müvafiq olaraq duzluğunu bilməliyik. 1 litr okean suyundan alınan duzun miqdarı 35 qram təşkil edir. 7 ton da burada 5 ton okean suyundan alınan duzun miqdarını tapmaq üçün 5-i biz 35-ə vururuq və cavabı kiloqramla alırıq. 25, 15, 175 kiloqram deməli okean suyundan duz alınar. 4 ton da Qırmızı dənizdən su götürülüb. Qırmızı dənizin duzluğu isə deməli 42 promillidir və 4-ü 42-yə vuranda 8, 16, 168. Bunlar arasında fərqi soruşur bizdən. 175-dən 168 çıxanda qalır 7 kiloqram. 8. Orta Avropanın relyefi üçün xarakterikdir. Ərazinin cənubunda mezzo yaşlı dağlar yerləşir. Deməli, Orta Avropanın cənubunda yerləşən dağlar Kaynozoy yaşlıdır. Alp dağlarının misal göstərmək olar. Sonra Şimal dəniz sahillərində buzlaq mənşəli relyef formaları üstünlük təşkil edir. Bu da səhvdir. Çünki Şimal dənizi sahillərində Orta Avropa regionundan Niderland və Belçika dövlətləri yerləşir. Orada polderlər üstünlük təşkil edir. Yəni əvvəllər dənizin dibi olmuş, sonradan qurudulmuş ərazilər. 3-də deyir, okean sahili ərazilərdə tektonik çökmə müşahidə edilir. Məhz bu polder budur. 3 düzdür. Regionun ən böyük düzənliyi Almaniya, Polşa ovalığıdır. Bu da düzdür. Çökmə mənşəli faydalı qazıntı yataqları mövcuddur. Bəli. Məsələn, Almaniya ərazisində qonur kömürü qeyd etmək olar və yaxud da Şimal dənizi sahillərində qaz yataqları falan var. Ona görə 3, 4, 5 burada doğru cavabdır. 6-da isə fəaliyyətdə olan vulkanlar mövcuddur. Avropada fəaliyyətdə olan vulkanlar Cənubi Avropa regionunda, İtaliyanın ərazisində, bir də Şimali Avropa regionunda İslandiyanın ərazisində qeydə alınmışdır. Orta Avropaya aid deyil. 9. İstiqaməti yanlış göstərilmiş okean cərəyanlarını müəyyən edin. Mən dəfələrlə bunu bildirmişəm ki, demək, cərəyanların istiqamətini müəyyən etmək üçün, daha doğrusu cərəyanların istiqamətinin doğru olduğunu müəyyən etmək üçün
Onların isti yoxsa soyuq cəryan olduğunu əvvəlcə müəyyən etmək lazımdır. Ümumiyyətlə cəryanlar xəritəsini dərs zamanı nəzərdən keçirmək lazımdır ki, belə suallar qarşımıza çıxanda asanlıqla bunu müəyyən edək. Məsələn, burada 1 verilib. 1 bilirik ki, laborator cəryanıdır. Amma laborator cəryanı soyuq cəryan olduğuna görə cənub istiqamətində hərəkət edir. Bizə də yanlış sıra dediyinə görə demək 1-i götürürük. 2 Afrikanın şimal-qərbində demək hərəkət edən cəryan kanar cəryanıdır. Kanarın da istiqaməti şimala yox, cənuba doğrudur. Çünki soyuq cəryandır. Demək bu da yanlış fikir kimi götürülür. Burada 3 Şimali Atlantika cəryanı isti cəryandır. Bəli, isti enlikdən soyuq enliyə doğru hərəkət edir. 3-ü götürmürük. 4 Braziliya cəryanıdır. Biz Braziliya cəryanı isti cəryandır və cənub istiqamətində hərəkət edir. Bunu da götürmürük. 5 deməli burada nədir? Anqola cəryanıdır. Bu Anqola cəryanı isti cəryandır və cənub istiqamətində hərəkət edir. Bunu da götürmürük. 6 Şərqi Avstraliya cəryanıdır. Bu da isti cəryandır. Bu şəkildə hərəkət etməlidir. Cənuba doğru. Amma Qərbi Avstraliya desəydi şimala doğru bəli hərəkət etmiş olardı. 1, 2, 6 A bəndi doğrudur. 10. Qeyzerlər üçün səciyyəvi olmayan xüsusiyyətlər. Deməli, birdə deyir püskürməsi zamanı yer səthinə salza xaric olunur. Salza palçıq vulkanının materialıdır. O qeyzerə aid deyil, götürürük amma aid olmayan xüsusiyyət kimi. 2-də deyir əsasən litosfer tavalarının mərkəzində yaranır. Mərkəzində ümumiyyətlə bu qeyzerlərin əmələ gəlməsi vulkanizm prosesləri ilə bağlıdır. Litosfer tavalarının mərkəzində də qeyzerlər, yəni vulkanizm prosesləri baş vermədiyinə görə qeyzerlər yarana bilməz. Ona görə bunu da səhv fikir kimi götürürük. 3-də deyir qaynar su və buxar püskürür. Bu düzdür. 4-də deyir platforma sahələrində rast gəlinir. Xeyr, platforma yox, geosinklinal bölgələrdə rast gəlinir. 5-də yer kürəsinin geosinklinal sahələrinə uyğun gəlir. Bəli. 6-da deyir geotermal enerji mənbələri kimi istifadə olunur. Bəli, bundan istilik enerjisi kimi istifadə olunur. Xüsusilə soyuq ölkələrdə, məsələn İslandiya tutaq ki, istixanaların və mənzillərin isidilməsində istifadə edir. Doğru cavab 1, 2, 4 D bəndidir. 11. Hansı dənizlər üzərindən gələn hava kütlələri Azərbaycanda hava şəraitinin formalaşmasına təsir edir? Biz bilirik ki, cənub siklonları Aralıq dənizi üzərindən və Arktikdən isə kontinental Arktik hava axınları Kara və Barents dənizləri üzərindən gəlir. Ona görə doğru cavab 1, 5, 6 olacaq. Kəsmə yüksəklik 150 metr olarsa A nöqtəsində atmosfer təzyiqini müəyyən edin. Burada görürük ki, kənar horizontalının hündürlüyü 0 metrdir. Demək, burada atmosfer təzyiqi 760 millimetr götürülməlidir. A nöqtəsi ilə 0 metrlik horizontal arasındakı nisbi hündürlük fərqini təyin etsək, burada 2, 3, 4 dənə kəsmə yüksəkliyin olduğunu görürük. Hər biri 150 metr olanda 4-ə vururuq, eləyir 600 metr. Deməli, kənar horizontalla A nöqtəsi arasında 600 metr fərq var. Biz də bilirik ki, hər 10 metrdə atmosfer təzyiqi hər 10 metrə görə 1 millimetr aşağı düşür, yəni yuxarı qalxdıqca. Onda 600 metrdə atmosfer təzyiqi nə qədər dəyişər? X bərabərdir 610-a böləndə 60 millimetr. Burada kənarda da 760 daxı. Onda A nöqtəsinə qalxanda buradan 60 millimetr təzyiq aşağı düşəcək. Yəni 760 çıxılsın 60 qalır 700 millimetr. Doğru cavab olacaq 700 millimetr D bəndi. 13-də məntəqələrin hansında yağıntıların orta illik miqdarı doğru göstərilməmişdir. Deməli, biz burada diqqət etsək görərik ki, yağıntıların hansında yağıntıların orta illik miqdarı doğru göstərilməmişdir. Məsələn, Kiçik Qafqazın şimal hissəsində burada 800 millimetr yağıntı bu doğrudur.
Və yaxud da 2 məntəqəsi yarım səhra quru çöl iqlimində 250, bu da doğrudur. Abşeron yarımadasının cənubunda 150 mm, bu da doğrudur. Qusar maili düzənliyində 500-600 mm təşkil edir, bu da doğrudur. Amma burada Azərbaycanın ikinci ən çox yağıntı düşən ərazisində, Zaqatala ərazisində yağıntıların miqdarının 400 mm verilməsi bu səhvdir. Çünki bu deməli 1000 mm-dən çox olmalı idi. Ona görə doğru cavab olacaq C bəndi 3. 14. Lavrasiya qurusuna aid olan materiklər üçün səciyyəvidir. Lavrasiya qurusuna 2 materik daxil idi. Bir Avrasiya materiki, Avrasiya, bir də şimali, demək, Amerika materiki. Bu 2 materik Lavrasiyaya aid idi. Deyir, onlar üçün səciyyəvi xüsusiyyətləri seçin. Birdə deyir, iqlim qurşaqları simmetrik olaraq paylanmışdır. Simmetrik o deməkdir ki, ekvator xəttindən həm şimalda yerləşsin eyni iqlim qurşağı, həm də cənubda. Məsələn, Afrikada biz bunu müşahidə edə bilirik ki, Afrikanın şimalında subtropik var, cənubunda subtropik var. Şimalında tropik var, cənubunda tropik var. Şimalında subekvatorial var, cənubunda subekvatorial var. Bir də belə halı Cənubi Amerika materikində biz müşahidə edə bilirik. Yəni simmetriklik bu bir Afrikaya aiddir. Bir də Cənubi Amerika materikinə deməli aiddir bu xüsusiyyət. Ona görə biri çıxır. Buzlaq mənşəli göllər geniş yayılmışdır. Bu iki materik dördüncü dövrün buzlaşmasına məruz qaldığına görə burada bəli, deməli buzlaq mənşəli göllər yayılıb. Cavan platformalara rast gəlinmir. Məsələn, Avrasiyanın ərazisində cavan platformalar var. Qərbi Sibir, Turan, deməli sonra Ön Qafqaz platformaları cavan platformalardır. Ona görə biz bunu deməli götürə bilmərik. Mezo yaşlı dağlara rast gəlinmir. Bu da səhvdir. Çünki rast gəlinir. Məsələn, Mezo yaşlı, yəni Kimmer qırışıqlığıda. Məsələn, Avrasiyada Verxoyansk, Şimali Amerikada qayalı dağlar mezo yaşlı dağlardır. Yəni Kordilyerin silsiləsi olan qayalı dağlar. Sahil xətləri çox parçalanmışdır, bəli. Bir də mülayim iqlim qurşaqları geniş sahə tutur. Bu da düzdür. 2, 5, 6 B variantı doğrudur. 15. Siciliya, Krit və Balear adaları yerləşir. Harda? Əlbəttə ki, Aralıq dənizində. 16. Ümumi radiasiya 130 kilokalori, udulan radiasiya 30% olarsa albedonun miqdarını müəyyən edin. Deməli, bu yer səthidir, bu da günəşdir. Günəşdən yer səthinə doğru 100%lik radiasiya gəlir. Onun bir hissəsi yer tərəfindən udulur, bir hissəsi isə yer tərəfindən əks olunur. Burada udulan radiasiya bu 130-un 30%-dir. Yəni 39 kilokalorisi udulur. Buradan da 130 gəlirdi da, 100%, yəni bərabərdir 130. Albedo isə bu əks olunandır. Bu əks olunan radiasiya albedo deyilir. 130-dan da 39 çıxanda qalır 91. Bizdən də 91-i soruşurdu C bənd. 17. Mütləq hündürlüyün artmasına görə xəritədə qeyd edilmiş məntəqələrin doğru ardıcıllığını müəyyən edin. Xəritədə verilmiş məntəqələrə diqqət edəndə görürük ki, Lənkəran ovalında, Xəzərin sahilində yerləşən məntəqə 4-dür. O Xəzər sahili ərazilər ən çökək yerdə axı. Sonra Mil düzündə yerləşən 2, sonra Qanıq Əliçayda 3, sonra ən yüksək zirvə Bazardüzü 1. Ona görə biz ardıcıllığı 4, 2, 3, 1 kimi götürsək, 4, 2, 3, 1, Y bəndi burada doğru cavab kimi qəbul olunur. 18. Dağın ətəyində 800 metr hündürlükdə havanın temperaturu 13 dərəcə Selsidir. Elə bu dağdır.
Dağın ətəyi yerləşir 800 metrdə. 800 metrində. Orada havanın temperaturu 13 dərəcə Selsidir. Bu zaman dağın yamacında neçə metr hündürlükdə havanın temperaturu 4 dərəcə olar. Dağın yamacında hansı hündürlükdə havanın temperaturu 4 dərəcə Selsi olar? Bunu bilmirik. X. Deməli, havanın temperaturları ətəyi ilə o X nöqtəsi arasında deməli temperatur fərqini tapsaq, 13 çıxılsın 4 bərabərdir 9 dərəcə Selsi. Deməli, burada bu iki nöqtə arasında, ətəyi ilə bu nöqtə arasında temperatur fərqi 9 dərəcədir. Yəni, yuxarı qalxdıqca temperatur 9 dərəcə düşüb aşağı. 1000 metrə 6 dərəcə temperaturun dəyişdiyini bilirik. 6 dərəcə. 9 dərəcə də 9 dərəcə Selsidə buradan tapırıq ki, X metrdə dəyişəcək. Buradan da X bərabərdir. 9-u 1000-ə vurub 9000, 6-ya bölürük, eləyir 1500 metr. Deməli, bu məsafədə 1500 metr yerləşir. Bizdən nə soruşurdu? Bu zaman dağın yamacında neçə metr hündürlükdə havanın temperaturu müsbət 4. Yəni, burada da 800 metrdə axı. 800 metrdən də 1500-ün çıxanda, deməli, daha doğrusu üzr istəyirəm, 800-ün üstünə 1500 gələndə eləyir 2300 metr. 19. Mülayim iqlim qurşağında Cənubi Amerikanın şərqinə yağıntıların az düşməsinin səbəbi. Burada cəryanların rolu var. Falkland cəryanı soyuq cəryandır, yağıntını azaldır. Xəritə sxemə əsasən qışı quraq keçən mülayim isti iqlim tipi formalaşan əraziləri müəyyən edin. Bax, qışı quraq keçən mülayim isti iqlim. Bu, Qanıq Əyri çaydadır. Sonra burada var, bura Qarabağ silsiləsidir. Bir də Kiçik Qafqazın şimal yamacında. Ümumiyyətlə, Kiçik Qafqazda orta dağlıq ərazilərdə, daha doğrusu dağ ətəyi və alçaq dağlıq ərazilərdə qışı quraq keçən mülayim isti iqlim yayılmışdır. Beləliklə 2, 3 və 5 cavabı doğru olacaq. 21. Xəritə sxemə əsasən yağıntıların miqdarının çox olduğu məntəqələri müəyyən edin. Materiklərin bir mərkəzi hissəsində, Afrikanın mərkəzi hissəsində, bir də tropik bölgədə, şərq hissədə çox yağıntı düşür. O olur 3-5. Gəldi 22-yə. Cədvələ əsasən doğru sıraları müəyyən edin. İrlandiya adası mülayimdə yerləşir. Ona görə mülayimin dəniz tipində Böyük Britaniyanın yanında yerləşir. Ona görə bir səhvdir. 2. Mülayim dəniz Jutlandiya yarımadası. Bu Danimarkadır. Danimarka. Danimarkada mülayim dənizdə yerləşir, düzdür. Aralıq dəniz Sardiniya adası. Deməli, Aralıq dənizi iqlim tipi Sardiniya. Siciliya, Sardiniya, Korsika bunlar Aralıq dənizində yerləşən adalardır və Aralıq dənizi iqlim tipinə təsir göstərir. 4. Tropik kontinental Florida yarımadası. Florida yarımadası ABŞ-ın cənub-şərqində yerləşir və orada rütubətli tropik, bir də subtropikin mussonu var. Ona görə 4 səhvdir. 5. Subekvatorial. Bəli, Somali yarımadasında da subekvatoriya yayılmışdır. 2, 3, 5, D bəndi doğrudur. 1 kub metr havanın nisbi rütubətliyi 40%dir. Havanın doyma həddinə çatması üçün çatışmayan su buxarının miqdarı 15 qramdır. Havanın mütləq rütubətliyini hesablayın. Bax, burada nisbi rütubətlik. Havada olan su buxarının miqdarının doyma həddinə, deməli, faizlə nisbətinə deyilir. Yəni, faktiki hal-hazırda nisbi rütubətlik o deməkdir ki, 1 kub metr havada faizlə, deməli, mövcud olan suyun göstəricisidir bu. Doyma həddinə çatması üçün də çatışmayan su buxarının miqdarı. Belə bir, tutaq ki, məsələn, bir hava yox, qab kimi başa düşsək bunun. Bunun elə bir ki, nisbi rütubətliyi o demək ki, 40% qədər su var, amma 60% boşdur. 60% bura. Bura boşdur. Bura isə elə bir doludur. Bunun da boş hissəsi çatışmayan hissədir. Yəni 15 qram.
Bizdən sonraki havanın mütləq rütubətliyi, yəni bu X. Burada yazsaq ki 10 15-ə 60%, X-ə də 40%. Buradan da X bərabərdir. Burada 40-ı 15-ə vuranda eləyir 600. 600-ü də 60-a böləndə eləyir 10 qram. Cavab olur 10. 24. Şimali Amerikaya aid olan relyef formalarını müəyyən edin. Qayalı dağlar Kordilyeradədir. Sierra Madre də Kordilyeraya aiddir. Bir də Kaskad Kordilyeraya aiddir. Atlas Afrikadadır. Karpat isə Avropada yerləşən dağdır, cavan dağ. Burada olur doğru cavab 1, 2, 5. Qışda mülayim hava kütlələrinin təsirinə məruz qalan yarımadalar. Bu subtropik qurşaqda yerləşən yarımadalardır. Məsələn, buradan Pirineyi götürərik, Kiçik Asiyanı və Balkan yarımadalarını götürsək, bunlar qışda mülayim hava kütlələrinin təsirinə məruz qalır. 26. Günəşin zenitdə olduğu su hövzələri. Günəşin zenitdə olduğu su hövzələri mütləq tropiklərin arasında yerləşməlidir. Yəni 23.5 cənubla 23.5-in arasını. Burada hansısa bir obyekt yerləşsə mütləq ki, orada günəş zenitdə ola bilər. Və biz beləliklə buradan Viktoriya gölü Afrikada yerləşir. Bengal körfəzində ola bilər zenitdə. Bir də Venezuelada yerləşən Maracaibo gölündə. Doğru cavab 1, 3, 4 olacaq. 27. Uyğunluğu müəyyən edin. Burada körfəzləri okeanlara uyğunlaşdırmalıyıq. Kaliforniya Sakit okeandadır. Bengal körfəzi Hind okeanındadır. Fandi körfəzi Atlantik okeandadır. Biskay da Atlantik okeandadır. Alyaska isə Sakit okeandadır. 1A-Y, 2C-D, 3B. Gəldik situasiya sualına. 2018-ci il oktyabr ayında Bakı şəhərinin Səbail rayonunda Badamdar şossesində torpaq qatı asfaltın üstünə qədər gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, deməli, uçmuş torpaq qatının eni 250 metr, uzunluğu 200 metrdən, hündürlüyü isə 15 metrdən artıqdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda meyilliyi çox olan gilli çökmə suxurların yayıldığı ərazilərdə bu cür hadisələr tez-tez baş verir. Ərazidə qurun sularının toplanması, seismik hadisələr və antropogen fəaliyyət bu prosesi daha da intensivləşdirir. Bizdən soruşur ki, mətndə təsvir olunan hadisəni və onun baş vermə səbəbini müəyyən edin. Hadisə əlbəttə ki, sürüşmə hadisəsidir. Bu yazılıb bura sürüşmə. Yəni torpaq sürüşməsindən söhbət gedir. Baş vermə səbəbi isə xüsusilə meyilli ərazilərdə, yəni dağ yamaclarında su keçirməyən gilli suxurların üzərində su keçirən qumlu çınqıllı laylar üst-üstə yerləşdikdə sürüşmə baş verir. Ağırlıq qüvvəsinin təsiri ilə su keçirən suxur layı su keçirməyən suxurların islanmış səthinin üzəri ilə aşağıya doğru sürüşür. O səbəb budur. Mətnə əsasən cədvəli tamamlayın. Prosesi intensivləşdirən təbii amillər ən azı 3 səbəb amil nümunə göstərməliyik. Prosesi intensivləşdirən antropogen amillər ən azı 3 nümunə. Deməli, prosesi intensivləşdirən təbii amillər ərazinin meyilliyi, ərazidə gilli suxurların üstünlük təşkil etməsi, əraziyə yağıntıların çox düşməsi, bir də ərazidə baş verən seismik hadisələr. Bunlar təbii amillərdir. Antropogen amillər isə ərazidə bitki örtüyünün məhv edilməsi, yəni meşələrin qırılması, intensiv otarılma, daha sonra tikinti işlərinin düzgün aparılmaması, bir də meyilli ərazilərdə suvarılmanın aparılması torpaq sürüşməsini intensivləşdirir. Və 30-cu sualda mətndə təsvir edilmiş hadisənin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilir? Ən azı 3 nümunə.
Qarşısını almaq üçün yamac bərkitmə işləri görmək lazımdır. Yamaclarda terraslaşdırma işləri aparmaq lazımdır. Drenajlar vasitəsilə sürüşmə zonalarında toplanan yeraltı sular, qurun suları axıdılır. Bir də çılpaq yamaclarda deməli ağac və kol bitkiləri, süni meşə zolağı salmaq lazımdır. Beləliklə, əziz dostlar, bununla da izahımız başa çatdı. Növbəti izahlarda, növbəti sınaqlarda görüşmək ümidi ilə sağ olun, hələlik.